Tərtərdə yas mərasimində ötən ay şırdan, bu ay isə kabab verilməsi diqqət çəkib. Tərtər rayonunda keçirilən bəzi yas mərasimlərində verilən yeməklər sosial şəbəkələrdə və yerli ictimaiyyətdə narazılıqla qarşılanıb. Belə ki, sakinlərin bildirdiyinə görə, ötən ay keçirilən yas mərasimlərindən birində qonaqlara şırdan təqdim edildiyi halda, bu ay baş tutan başqa bir mərasimdə kabab verilməsi diqqət çəkib. Məsələ ilə bağlı dinşünas Tamilla Qulami fikirlərini bölüşüb. Yas mərasimləri mərhumun xatirəsinin anılması və ailəyə mənəvi dəstək məqsədi daşımalı olduğu halda, son dövrlər süfrə bolluğu və yemək çeşidləri ön plana çıxır. Bu isə həm ailələr üçün əlavə maddi yük yaradır, həm də yas adətlərinin mahiyyətinə zidd hesab olunur. Yas mərasimlərində sadəliyə üstünlük verilməli, israfçılıqdan çəkinilməlidir. Onların fikrincə, bu cür hallar cəmiyyətdə yanlış tendensiyaların formalaşmasına səbəb olur, deyə o bildirib. Qeyd edək ki, son illər ölkənin bir sıra bölgələrində yas mərasimlərinin daha sadə şəkildə keçirilməsi ilə bağlı çağırışlar edilsə də, praktikada bu tövsiyələrə hər zaman əməl olunmur. Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyin ingilis dili müəllimi Mətanət Eminova vəfat edib. Bu barədə sosial şəbəkədə paylaşım edilib. Bildirilib ki, Mətanət Eminovanın beyninə qan sızıb.